Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sosial şəbəkələrdə yayılan qalmaqallı görüntülər və qeyri-etik ifadələrə görə meyxanaçı Samira Yusuf qızının müğənni qızı Fərəhin polis əməkdaşları tərəfindən saxlanıldığı xəbəri yayılıb. Məsələ ilə bağlı müğənni anası Samira Yusuf qızı ilə əlaqə saxlanılıb. O, məlumatı təkzib edərək deyib, xeyr, bu xəbər yalandır, heç bir saxlanılma yoxdur, qızım hal-hazırda evdədir. Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb. Xəbər verilir ki, hadisə şəhər arasında qeydə alınıb. Belə ki, şəhər sakini 1988-ci il təvəllüdlü kişi cinsli şəxs başının və bud nahiyəsinin bıçaq xəsarətilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilir, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.